Salam, 11-ci siniflər üçün Premium Akademiyada keçirilən sınavın riyaziyyat üzrə izahını veririk. Başlayaq. İfadələrin hansının x-in bütün qiymətlərində mənası var? Kəsr ifadələrdir. Kəsr ifadənin mənası olmaq üçün məxrəc sıfırdan fərqli olmalıdır. Deməli, sıfırdan fərqli ola bilən x kvadrat plus 3 ifadəsidir. Həmişə müsbət qiymət alır və üstəgəl 3. Bu ifadənin x-in bütün qiymətlərində mənası var. C variantı. Növbəti sual. K parametrinin hansı ən kiçik natural qiymətində? Demək, tənlilər sisteminin yeganə həlli olması üçün K bölünsün 1 bərabər olmamalıdır. Mənfi 2 bölünsün K çıx 3 vəziyyətində olmalıdır. Bərabər olmamalıdır 4-ün 5-ə nisbətinə. Demək, bunu açsaq K kvadrat çıx 3K bərabər deyil mənfi 2 plus 2 bərabər olmamalıdır. Deməli, diskriminant kimi tapsaq 9 çıx 8 1. K bərabərdir. 3 plus minus 1 bölünsün 2. K 1. 2. K 2 isə 1 olmuş olur. 1 və 2 qiymətlərində. 1 və 2 hallarında bu nisbətin bu sistemin həlli yoxdur. K 1 olsa eyni olur. Bərabərlik 2 olsa yenə nisbət tənlilər sisteminin həlli olmur. K 3 olanda, K bərabərdir 3 halında y parametri olmayacaq və bu zaman tənliyin bir həlli olacaq. Ən kiçik natural qiymət K'nın 3 qiymətidir. C variantı doğrudur. Növbəti sualımız. B parametrinin hansı ən böyük tam qiymətində? Üçərlisi yalnız müsbət qiymətlər alır. Üçərlinin müsbət qiymətlər alması üçün n parametri sıfırdan böyük olmalıdır. Əgər tapsaq B kvadrat mənfisinə kiçik 4 vurulsun, 2 vurulsun, 2 vəziyyətində düşər. B kvadrat kiçik 16 plus minus 4 arası olacaq. Ən böyük qiymət müsbət 3'dür. A variantı doğru cavab. Növbəti sual. Rombun kör bucaqlarının cəmi 210 dərəcədir. Rombun kör bucaqları təbii ki bərabərdir və hər biri 105 dərəcədir. Rombun iki bucağı 75 dərəcə olacaq. Bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. 75 D variantı doğru variantı. D variantı 75 doğru variantı. Çevrə daxilinə çəkilmiş ABC üçbucağının bizim növbəti sualımız. Çevrə daxilinə çəkilmiş ABC üçbucağının AB tərəfi çevrədən 80 dərəcəlik qövs sayılır. Deməli, bu bucaq daxilə çəkilmiş bucaq olduğundan 40 dərəcə olacaq. Digər iki bucağın cəmini soruşur və bucaq A plus bucaq B 140 dərəcə olacaqdır. Çünki daxili bucaqların cəmi 180'dir. B variantı doğru variantdır. Verilmiş ədədlərdən hansı bərabərsizliyin həlli deyil? Demək, keçirsək x-ləri 2x böyük 21 olur. X böyük 10,5 olmalıdır. Bütün ədədlər 10,5'dən böyükdür. Yalnız 10
Bu bərabərsizliyin həlli deyil. Y variantı doğru cavabdır. Növbəti sual 14'e və 15'e qalıqsız bölünən bu ədədlərin hansına qalıqsız bölünür? 14 bəllidir ki 2 vur 7'dir. 15 3 vur 5 sadə vurğularından ibarətdir. 6 bu vurğulardan ibarətdir. 10 2 vur 5 buradadır. 21 3 vur 7 var. 35 7 vur 5 var. 54 isə yoxdur. 3 9 54 bu ədədlərə bölünmür. Y variantı doğru cavabdır. Qavarıq 12 bucaqlının bir təpəsindən neçə diagonal çəkmək olur? Bir təpədən çəkilmiş diagonalların sayı n çıxılsın 3'ə bərabərdir. 12 çıx 3 9 diagonal çəkmək olar. B variantı doğrudur. Hipotenüs 20 olan düzbucaqlı üçbucağın böyük kateti çəkək. Bura 20 isə A olsun. A'nın alabileceği böyük katet A'dır. Alabileceği qiymətləri tapaq. Deməli biz Pifagor ədədlərinə görə bilirik. Deməli 12 16 vəziyyətinə düşə bilər. Daha kiçik 15 halı mümkündürmü? Mümkündür. Əgər bura 15 olsa 225 plus bərabərdir 400 20'nin kvadratı 400 olar. Və x bərabərdir 400'dən 225 çıxsaq 175. Bu mümkündür. 15 halı üçün. 14 halında 196 plus artıq bu böyük katete çevrilmiş olur. Çünki 200'dən daha böyük qiymət qalır. Bu ədədlərin sayı neçədir bəs? Baxaq. 15'dən başlayaraq 19'a qədər ki bütün ədədlər. 15, 16, 17, 18, 19 Y variantı doğru cevapdır. Növbəti sual 2x və 3y ədədlərinin cəmi 16 fərqi isə 4'dür. Tərəf-tərəfə toplasaq 4x bərabərdir 20, x bərabərdir 5 olmuş olur. X'i tapın. Y variantı doğru cevaptır. Beraber yanlı trapesiyanın yan tərəfi devam edirik. Beraber yanlı trapesiyanın yan tərəfi A santimetrdir. Oturacaqları isə 4 və 14'dür. Belə isə onda 5 və 5 kimi hissələrə bölünür. Burada düzbucaqlı üçbucaq əmələ gəlir. Hipotenuz verilmiş katetdən böyük olmalıdır təbii ki və ilk ədədimiz 6 doğru cavabdır. Növbəti sual. Verilmiş kvadratik ifadədə A minus B plus C bərabər 0 vəziyyəti nə zaman olur? B parametri mənfidir. Demək, x'in mənfi bir qiymətini yoxlayaq. Mənfi 1 olduqda A minus B plus C bərabərdir 0 halı düşür. Bu mənfi bir qiymətində görünür ki doğrudur. Verilmiş ədədlərdən hansının tərsi natural ədəd deyil? Bu ədədin %1 tərsi budur. 100 1'ə bölünür, 100 2'ye bölünür, 100 4'ə bölünür və 100 5'ə bölünür. Bu ədədin tərsi natural ədəd deyil. %3 C variantı
Doğru variant. 5 bölünsün 3 nisbətində olan 2 ədədin fərqi onların cəminin neçə faiz? Bu 5K 3K vəziyyətində 2 ədədin fərqi 2K-dır. Onların cəmi isə 8K-dır. Deməli, 4 dəfə azdır. Fərqi 25%-ni təşkil edir. 25% olacaq. 250 kilogram meyvə. Alo. Eyb yoxdur. Bərabər tərəfli üçbucağın. Gəlsin, eyb yoxdur. Medianlarının kəsişmə nöqtəsindən onun tərəfinə qədər olan məsafə 5 cm-dir. Baxaq. Bərabər tərəfli üçbucağın. Medianlarının kəsişmə nöqtəsi, bilirik ki, medianların kəsişmə nöqtəsi 2 bölünsün 1 nisbətində bölür və məsafə 5 cm-dir. Əgər 5 isə deməli digər tərəf 10 cm-dir. Bu üçbucağın sahəsini tapın. Bucaq 60 dərəcədir. Median təm böləndir həm də 30 və 60 dərəcəli bucaqlara ayırır. 60 dərəcəli bucağın qarşısında duran katet 15-dir. Bura x-dir, bura x bölü 2-dir. X böl 2 kök 3 isə 15-dir. Buradan x bərabərdir. 30 bölünsün kök 3, 10 kök 3'dür. Üçbucağın tərəfi 10 kök 3'dür. Sahəsi isə 2'də 1. 10 kök 3 vurulsun 15 olacaqdır. 5 15'ə vuranda 75 kök 3. Bu üçbucağın sahəsidir. Növbəti sualımız biri digərinin daxilində yerləşən iki çevrənin bütün hədləri müsbət olan tənasübün orta hədlərinin cəmi. Qoy B plus C olsun. Orta hədlərinin cəmi 20'dir. Kənar hədləri hasil orta hədlərinin hasilinə bərabərdir. B, C isə 91 olsun. Bu tənasübün böyük orta həddini tap. Deməli 91. 91 bilirik ki 91 7 və 13'ün hasilidir. Və 7 və 13'ün cəmi 20'dir. 7 və 13 uyğun natural qiymətlərimizdir. Bu tənasübün böyük orta həddini tapın. 13 bu ifadənin qiymətidir. Növbəti sual. Biri digərinin daxilində yerləşən iki çevrə. Böyüyünün diametri kiçiyinin mərkəzindən keçir. Baxaq bu çevrələrə. Böyük çevrə kiçik çevrənin mərkəzindən keçir. Yəni kiçik çevrənin də diametri 10 üzərində yerləşir. Və kiçik çevrə bu diametri ardıcıl olaraq 3 və 1 nisbətində bölür. Böyük çevrənin radiusu 14'dür. Böyük çevrənin diametri 2R bərabərdir 28 olarsa. 2R'imiz 7K'dır. 7K 28 isə K bərabərdir 28 bölü 7. 4 düşür. Kiçik çevrənin diametri 3'dür. 3K 12. 3 olsun 4. 12 olmuş olacaq. Radius isə bu verilmiş diametrin yarısına bərabərdir. 12 bölü 2 isə 6'dır. Radius 6'ya bərabərdir.
Növbəti sual. X ədədinin kvadratı x'in 5 mislindən 3 vahid kiçikdir. X kvadratı 5x üstəgəl 3. 3 vahid kiçikdir. X'in mümkün qiymətlərinin cəmini tapın. X kvadrat çıx 5x çıx 3 bərabər 0. Kvadratik ifadə alındı. 2 həlli var və köklər cəmi bu b-nin əksinə bərabərdir. Bütün qiymətlərin cəmi 5'dir. Növbəti sualımız x kvadrat çıx 6x üstəgəl k kvadrat bərabərsizliyinin yeganə həlli varsa, bu bərabərsizliyin yeganə həlli varsa, onda diskindən 0'a bərabərdir. 6'nın kvadratı 36 çıxılsın 4k bərabər 0. K bərabərdir 9 olmuş olur. Tənliyimiz x kvadrat çıx 6x üstəgəl 9 şəklinə düşür. Bizdən soruşulan bu yeganə həlli tapın. Bu x çıx 3'ün kvadratıdır. X bərabərdir 3 tənliyimizin həllidir. Növbəti sual. Modul ifadəsi verilib və neçə mənfi tam həlli var. Mənfi ədədlərdən mənfi 9 bu tənliyin həllidir. Kiçik bərabər 8 olur. Mənfi 9 üstəgəl 1 mənfi 8 edir. Bərabər mənfi 8. Və mənfi 1 də bu tənliyin həllidir. Mənfi 1 0 8'dən kiçik. Mənfi 9'dan mənfi 1'ə qədər bütün mənfi ədədlər bu tənliyin həllidir. Deməli 9 mənfi tam həlli var. Növbəti sualımız 250 kilogram təzə meyvəni qurutduqda 155 kilogram quru meyvə alındı. 250 kilogram 100% olmuş olsa 155 kilogramın faiz miqdarını tapaq. 155 bölünsün 250 bərabərdir. 62 olacaq. Deməli, neçə faiz? 62% qaldı. 100% çıx 62%, 38%'ini itirmiş oldu. Növbəti sualımız düzbucaqlının diagonallarının tərəfləri ilə əmələ gətirdiyi bucaqlardan. Baxaq bu düzbucaqlıya. Diagonal tərəfləri ilə bərabər tərəfli üçbucaq əmələ gətirib. Onda bu tərəf bu tərəflə bərabər tərəfli üçbucaqlar olmuş olar. Buradan təbii ki, bu diagonal 2a'ya bərabərdir, tərəf a'ya bərabərdir, bura 30 dərəcədir, digər tərəf 60 dərəcədir. Bizdən soruşulan bu düzbucağın tərəfləri nisbətini tapın. 30 dərəcə bucaq qarşısında fotonuzun yarısı, 60 dərəcəli bucaq qarşısında isə kök 3'ü durur. 1 bölünsün kök 3 bu tərəflərin nisbəti olacaqdır. Növbəti sualımız verilmiş ifadənin qiymətini tapın. Buna baxmışıq.
Deməli, kökün altında 50 çıx 14, 50 plus 14 ifadəsi, məxrəcdə isə 26 çıx 10 ifadəsinin kvadratı durmuş. Buradan 36, 64, 16 ədədləri var. 16 və 64 ixtisar getsə, 36, 9 vur 4 kimi baxsaq, 4 daha 4, 16'dır. Kökdə 9 ifadəsi qalır. Qiyməti 3'ə bərabərdir. Növbəti sual isə düzgün 20 bucaqlının bir daxili bucağının qiymətini tapın. Rahat variantımız 360'ı 20'yə bölsək 18 dərəcə xarici bucağıdır. Daxili bucaq 180 çıx 18 162 dərəcə olacaqdır doğru cavabımız. Növbəti sualımız cədvəldə verilmiş ədədləri müqayisə edin. Ədədin əksi -1 çıx kök 2. Tərsi 1 bölünsün 1 üstəcə kök 2. Qoşması 1 çıxılsın kök 2. Deməli, bu ədəd müsbət ədəddir, digərləri isə mənfi ədədlərdir. Ən kiçiyi A-dır, C-dir və B-dir görünür. Doğru variantımız A kiçik C, kiçik B. Bu qədər. Sağ olun, növbəti sınavlarda görüşənə qədər.